Ötən gün bir qrup şəxs pişiklə küçədə cinsi əlaqədə olan gəncin evinə gedib. Dialoq TV xəbər verir ki, ev sahibi ilə qarşı tərəf arasında mübahisə yaranıb. Gənclər oğlanın xəstəxanaya yatırılmasını tələb ediblər. Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə yayılan görüntülərdə iddia edilir ki, 20-25 yaşlarında gənc Bakı sakini pişiklə cinsi əlaqəyə girmək istəyən zaman tutulub. Onu ətrafda yaşayan gənclər iyrənc əməli üstündə tutublar və həmin anları telefon ilə videoya çəkiblər. Onlardan qaçmağa başlayan şəxs heç şalvarını da tam geyinə bilməyib. Pişiyi zoofilin əlindən almağa çalışan gəncləri o əlindəki daşla hədələyib. Yayılan görüntülərdən aydın olduğu kimi həmin şəxsi ətrafındakı insanlar döyüb. Gülnar Ələmdar qızı, Dialoq TV. Hadi at yere taşı. Bir dəqiqə qulaq açsın, bir dənə söz deyirik. Müsaviyə gəlməmişik. Onun əlində kağızı da var. Kağızı var, aparıb dəlixanaya da. Atam mənim elimdə saxlayıram. Bax, ona qıraqmadan çörəkmədə qıraqmadan kağızına. Harada müalicə olunur, harada? Nevron teyib mərkəzində aşağıda kağızı var. Daşlağada. Bəli, var. Deməli dəlidir, dəli kağızı var. Var kağız əlində. Bu kağızı uzaqdan göstər, baxaq da biz. Neynirsən onu? Sən səndə seksiyan var, mənim uşağı göstərəm. Yox, sanksiya gələndə çox sizdən icazə almayacaqdır. Aparıb orada şöbədə aydınlanmayacaqdır. Qurban olur. Azərbaycan Respublikanın 274-cü maddəsinə görə heyvanlara zülm edənlər 1000 manatdan 5000 manata qədər cərimə olunur. İndi biz gedib bunu verək gəlsinlər siz gəlməyə. O pişiyin ölməyini çəkirsən. Mən göstər videosunu. Videosunu göstər. Can verirdi, görətər öldü. Və mənim